Alfa Kursun 11-ci bərnaməsinə xoş gəlibsiniz. Əgər keçən söhbətimdə dediyim sözlərə qulaq asıbsınız, əgər bu arada olub ki, sədaqət ilə ürəyizə baxasınız və Tanrının kəlamının siz haqqında dediyi sözləri bir araşdırasınız, bu inancdayam ki, siz də istəyirsiniz ki, ona yaxın gələsiniz və İsa Məsihin vasitəsi ilə təzə və ruhani doğuşa nail olasınız. Amma əgər hələ bu sizdə baş verməyib, duam budur ki, sözlərimin davamında siz də o yerə yetişəsiniz ki, bu hədiyyəni səmavi atazın əlindən alasınız. Keçən söhbətdə dedim ki, müqəddəs ruh şəxsdir və müqəddəs ruhdur ki, Tanrını bizim həyatımızda həqiqi edir. Və elə müqəddəs ruh və onun insanda sakin olduğudur ki, Məsihiyyəti bütün dinlər və fəlsəfələrdən ayırd edir. Çünki müqəddəs ruhun hüzuru Tanrını insanda dini bir teoridən, fəlsəfi bir fantezidən, fikri dolduran məlumatdan ayırır və onu insana doğru və həqiqi edir. İnsan qadir olur ki, Tanrı ilə ikitərəfli bir rabitə qursun. Müqəddəs ruh insanda sakin olur və onun vücudunu möhürləyir. Və bu möhür insana kimlik verir. Ya da başqa bir sözlə, insanın əldən verdiyi kimliyini ona təzədən bəxş edir. O zaman ki, Tanrı insanı öz şəkil və surətində yaratdı və öz ruhunu onun içinə üfürdü, bütün niyyəti bu idi ki, insan onunla ikitərəfli və canlı bir rabitədə olsun. Və bu rabitədə Tanrının kimliyi ata və insanın kimliyi övlad idi. Amma o zaman ki, insan özünü günah vəziyyətinə saldı, onunla Tanrı arasına ayrılıq düşdü. Bunun nəticəsində də insan kimliyini itirdi. Ondan sonra saxta dinlər və fəlsəfələr daim çalışdılar ki, onun alnına cürbəcür kimliklər vursunlar. Və insan da kimliyini itirmiş halda bunların hamısını qəbul edirdi. Və elə bu da bais olmuşdu ki, insan öz zehnində həqiqət olmayan çox şeyləri təsvir etsin. Bunu aydın dərk etmək üçün yaxşı olar televizyonda yayılan, radioda yayılan təbliğatlara bir baxasınız. Hamısı çalışırlar ki, özləri istədiyi kimliyi bizim alnımıza da vursunlar. Çünki yaxşı bilirlər ki, kimliyimiz nə olsa ona görə də yaşayacaq. Pavlos bu barədədir ki, kilisalara, xüsusən də Qorint şəhərində olan kilisaya ixtar verir. Bu kilisada elə rəftarlar olunurdu ki, Məsihi adamlara əsla yaraşmaz. Pavlos onların bu rəftarlarının səbəbini bu bilir ki, onlar kim olduqlarını yaddan çıxardıblar. O zaman ki, insan kim olduğunu yaddan çıxardır, hər kimliyi qəbul etməyə hazırdır və o kimliyə mütabiq də yaşayacaq. Bu çox mühüm mətləbdir. Biz həmişə qəbul etdiyimiz kimliklərə mütabiq rəftar edirik. Məsihilərdən çoxları bu mühüm mətləbi yaddan çıxardırlar. Bunu ki, İsa'ya iman gətirdikləri zaman müqəddəs ruh onlarda sakin olur və öz kimlik möhürünü onlara vurur. Və beləcə onlar Tanrının övladları olurlar. Necə ki, Yuhanna da deyir. Ona iman gətirən hər kəsə bu haqqı verdi ki, Tanrının övladları olsun. O övladlar ki, müqəddəs ruhun vəsiləsi ilə ruhani doğuşları olur. Kimlik. Mən kiməm? Bu barədə çox gözəl və çəkici bir kitab var. Bu kitab həm Şimal Azərbaycanda, həm də İranda tərcümə olunub.
Kitabın adı Zülmətə Qələbə, Piruzi bər Tariki. Kitabın nivişəndəsi Doktor Neil Anderson'dır. Sizin hamıza tövsiyə edirəm ki, bu kitabı oxuyasınız. Şimdilik haqqında çox maraqlı mətləblər orada görəcəksiniz. Bəli, müqəddəs ruh bizi mühürləyir. Çox zaman oradan buradan eşidirəm ki, güya İsa Məsih yer üzündə olan zaman başqa birinin gəlişindən də söhbət edib. Elə bil ki, ondan sonra başqa bir peyğəmbər gələcək. Görün, buracaq biz nə danışmışıq? Buracaq biz Tanrının kim olduğundan, İsa və müqəddəs ruhun kim olduğundan, özümüzün kim və nə vəziyyətdə olduğumuzdan, İsa Məsihin bizim haqqımızda nə etdiyindən danışdıq. Və bunların hamısı bizə aydınca göstərdi ki, İsa'nın mənsəbi peyğəmbərdən daha üstündür. Gördük ki, o, Tanrının insan surətində insanlar arasına gələn hüzurudur. Və bunun üçün də gəldi ki, insanı təzədən Tanrı ilə o əvvəldə malik olduğu rabitəyə gətirsin. Qoyun İsa'nın başqa birinin gələcəyi haqda dediyi sözü sizə elə İncilin özündən görsədim. Yuhanna rəvayət etmiş İncilin 14-cü və 16-cı fəsillərində ki, İsa'nın çarmıxa çəkilməsindən bir gecə qabaqdır, İsa şagirdlərinə belə deyir. Əgər məni sevirsiniz, əmr etdiklərimi yerinə yetirərsiniz. Və mən atadan xahiş edəcəyəm və o sizə başqa bir təsəlli verəcək ki, əbədə kimi sizinlə qalsın. O, həqiqət ruhudur ki, dünya onu qəbul edə bilməz, çünki nə onu görür, nə də onu tanıyır. Amma siz onu tanıyırsınız, çünki sizinlə qalır və sizdə olacaq. Sizi yetim buraxmayacağam, sizin yanınıza gələcəyəm. Biraz müddət sonra dünya daha məni görməyəcək, amma siz məni görəcəksiniz. Mən yaşadığım üçün siz də yaşayacaqsınız. O gün anlayacaqsınız ki, mən atamdayam və siz məndəsiniz və mən sizdəyəm. Bu mətndə gələn təsəlli verən sözü Yunancada ki, kitab o dildə yazılıb, parakelitos sözüdür. Bütün bu mətndə İsa daim Tanrının oğlu olduğunu deyir və özünün uluhiyyət sahibi olduğuna təkid edir. Bu mətn belə davam edir. Məni sevən o adamdır ki, əmr etdiklərim ondadır və onları yerinə yetirir. Məni sevən atam tərəfindən seviləcək və mən onu sevib özümü ona zahir edəcəyəm. Yahuda nə o İskaryotlu? İsa'ya dedi, ya Rəbb, nə olub ki, özünü artıq dünyaya yox bizə zahir edəcəksən? İsa cavab verib ona dedi, hər kəs məni sevsə, sözümü yerinə yetirər və atam onu sevər və biz onun yanına gəlib onunla məskən tutarıq. Məni sevməyən adam sözlərimi yerinə yetirməz və eşitdiyi sözlər mənim özümdən deyil, məni göndərən atanındır. Yanınızda olarkən bunları sizə dedim, lakin təsəlli verən həmin müqəddəs ruh ki, ata mənim adımda göndərəcək, o sizə hər şeyi öyrədəcək və sizə dediyim hər şeyi sizə xatırladacaq. Və bu mətləbin arxasını 16-cı fəsildə belə görürük. İndi məni göndərənin yanına gedirəm və sizdən heç biriniz məndən soruşmur, sən haraya gedirsən? Lakin bu şeyləri sizə dediyim üçün ürəyiniz qəmlə dolub.
Amma həqiqəti sizə deyirəm, mənim getməyim sizin üçün xeyirlidir. Çünki getməsəm, təsəlli verən sizin yanınıza gəlməz. Amma əgər getsəm, onu sizin yanınıza göndərərəm. O, gəldiyi zaman dünyanın adamlarına günahın nə olduğunu, salihliyin nə olduğunu və Tanrının mühakiməsinin nə olduğunu bildirəcək. Onların günahını göstərəcək ki, mənə iman gətirmirlər. Həqiqi salihliyi onlara aşkar edəcək, çünki atanın yanına gedirəm və artıq məni görməyəcəksiniz və Tanrının mühakiməsinin nə olduğunu da onlara göstərəcək, çünki bu dünyaya hökmdarlıq edən ruh məhkum olunub. Sizə deməli çox sözlərim var, amma indi onları dərk edə bilməzsiniz. Lakin o, yəni həqiqət ruhu gələndə sizi bütün həqiqətə hidayət edəcək. Çünki özündən heç bir şey deməyəcək. Nə eşidir, onları deyəcək və gələcəkdə olacaqları sizə xəbər verəcək. O, mənə izzət verəcək. Çünki mənim olanlardan alıb sizə bildirəcək. Atanın hər şeyi var mənimdir. Onun üçün də dedim ki, mənim olanlardan alıb sizə bildirəcək. Az bir zamandan sonra məni artıq görməyəcəksiniz və az bir zamandan sonra məni yenə görəcəksiniz. İslam alimləri belə bəhs edirlər ki, Yunancada paraklitos sözünün yerinə periklitos gəlib ki, onun mənası təmcid etməkdir ki, həm də məna verə bilər. Və ondan da Mühəmməd ismini eşiyə çıxardırlar. Və deyirlər ki, burada Həzrəti Mühəmmədin gələcəyindən danışır. Bu, çox səhv, çox payasız bir bəhsdir. Çünki heç mötəbər, hətta heç qeyri-mötəbər mətndə əldə yoxdur ki, onda paraklitos yerinə periklitos gəlmiş olsun. Onlar bu iddialarının isbatında Bərnaba İncilinə işarə edirlər. Halbuki Bərnaba İncili haqda indi hamıya məlumdur ki, bu İncil 16-cı əsrdə xidmətdən qovulmuş katolik bir keşiş vəsiləsi ilə yazılıb ki, amacı da kilisadan intiqam almaqmış. Onun üçün də saxta bir İncil yazır və üstünə Bərnaba adını qoyur. Və bu yazdığında da mətləbi Qur'andan alır. Bundan əlavə, mətn özü aydınca göstərir ki, İsa kimin haqqında bu sözləri deyir? Əgər 14-cü fəsilin 26-cı ayəsinə diqqət edəsiniz, İsa Məsih özü bu təsəlli verənin kim olduğunu açıqlayır. Lakin təsəlli verən həmən müqəddəs ruh ki, ata mənim adımda göndərəcək, o sizə hər şeyi öyrədəcək və sizə dediyim hər şeyi sizə xatırladacaq. Burada Yunancada paraklitos kəlməsi gəlir ki, elə birinə işarə edir ki, kömək üçün çağırılır, bir müdafiə kimi. Buna görə də təsəlli verəndir. Fərz edin, çarəsiz bir vəziyyətə düşübsünüz, sizə heç köməkçi və yavər yoxdur və məhkum olacağınızı aydınca bilirsiniz. Ümidsiz, çarəsiz, yalqız orada durubsunuz. Bu vəziyyətdə birdən qüdrətli bir dost əlini sizin çiynizə qoyub deyir, qorxma, mən buradayam, səndən difa edəcəyəm. Görün, o zaman sizin ürəyinizə nə qüvvət tökülür? Paraklitos belə bir şəxsdir. İsa əgər sözünü burada bitirsəydi, hər cür fərzə yer olardı. Lakin burada İsa bir insandan yox, Tanrının özündən danışır. Deyir, az bir müddət məni görməyəcəksiniz və az bir müddətdən sonra yenə məni görəcəksiniz. İsa'nın bu sözü Yahudilərin Pentikast bayramında yerinə yetişir. İsa bunu da deyir ki, bunların hamısı onun üçün olur ki,
onlar onun doğrudan kim olduğunu bilsinler. Bilsinler ki Tarı onun atasıdır. Bilsinler ki o Tarıdır ve Tarı da ondadır. Bilsinler ki Tarıya ait olan şeyler onundur da. İsa deyir ki, mən gedirəm və bu mənəm ki, müqəddəs ruhu göndərirəm. Və söhbət edəndə fizikal bir şəxsdən söhbət etmir, müqəddəs ruhdan söhbət edir ki, ona iman gətirən adama gəlib onda sakin olacaq. Amma müqəddəs ruh nə üçün gəlib İsa'ya iman edən adamda sakin olacaq? Bunun üçün ki, onunla İsa Məsih arasında iki tərəfli rabitə bərqərar etsin və imanlı adam bilsin ki, o Məsihdədir və Məsih də onda. Beləcə, imanlı adam da İsa'nın atası ilə olan rabitəyə girib, ata Tarı ilə belə bir rabitəsi olacaq. Və beləcə, arxayın Tarıya atası adında xitab edəcək. Və bu rabitədə İsa onun böyük qardaşı olacaq. O ki, əzəldən atanın yanındaydı. Müqəddəs ruh İsa'ya iman edən adamın vücuduna gəlib onda sakin olacaq və İsa'nın sözlərini ona açıqlayıb ona təlim verəcək. Müqəddəs ruh İsa'nın dediklərini bizim yadımıza salacaq. Buna görə də bu mətləblərin hamısını bir yerə qoyarkən aydınca görürük ki, İsa burada bir peyğəmbərə yox, müqəddəs ruha işarə edir və paraklitos kəlməsini quşlamaqla, ona fəthə kəsrə artırmaqla səhv fərzlər etmək bizi heç yerə aparmaz. Ancaq özümüzü aldadırıq. İsa aydınca müqəddəs ruhun işindən söhbət edir və deyir ki, onu göndərən elə o özüdür və müqəddəs ruh gəlib İsa'nı izzətləndirəcək. Müqəddəs ruh gəlib İsa'ya iman edən adamda sakin olur və onu möhürləyib ona təzə bir kimlik verir. Müqəddəs ruh onu Tarı ilə iki tərəfli bir rabitəyə gətirir və buradır da ki, dinlərdən gələn belə məhumatlar məhv olub gedir. Sözümüzün arxasını tutaq. Müqəddəs ruhun başqa işləri nədir? Yuhanna Həvarinin yazdığı İncildən sizə oxudum ki, müqəddəs ruh gəldikdə dünyanı günah barədə oyadacaq. Günahın kifir olduğunu ona göstərəcək. Biz insanlar yaxşı öyrənmişik ki, günahı özümüz istədiyi kimi tərif edək və həmişə bu yolundandır da ki, özümüzü təmizə çıxardırıq. Amma bunu yaddan çıxartmayaq ki, günah əməl yox, vəziyyətdir. Və bu vəziyyət həmişə Tanrının əyarı ilə ölçülər. Tanrıdır ki, günahın nə olduğunu deyir. Müqəddəs ruh da bu barədə dünyaya ixtar verir və onu elə bir yerə gətirir ki, seçmək zorunda qalır. Yaşadığı bu qələt vəziyyət barədə istəyir nə etsin? İnsan məcburdur buna cavab verib qərarını versin.
Müqəddəs ruh sonra salihlikdən danışır. Bundan ki, biz Tanrının məhkəməsində məhkumuq və bəraət qazanmağa ehtiyacımız var. Yoxsa cəza ağır bir şəkildə başımıza gələcək. Bizim Tanrının feyz və lütfüne ehtiyacımız var ki, bu məhkəmədə bizi salih elan etsin. Amma nə deyim ki, Tanrının müqəddəsliyi günaha göz yuma bilməz. Günah gərək layiq olduğu cəzanı alsın. Və buradadır ki, müqəddəs ruh dünyaya İsa Məsihin çağırmığını göstərir və Tanrının feyzinin, Tanrının lütfünün necə aşkar olmasını. İsa buyurur ki, Tanrının yanına gedir və dünya Tanrının mühakiməsi barədə ilzama düşəcək. Niyə? Çünki müqəddəs ruh bütün bunları gözlərinin qabağına gətirən halda da yenə İsa'ya inanmırlar. Müqəddəs ruh bütün bunları dünya barədə edir. Lakin İsa'ya iman edən adamın haqqında sakin olmaqdan və möhürləməkdən başqa nədir? Müqəddəs ruh onda təzə bir şəxsiyyət yaradır. Onun təqdis etmək işi barədə dediyim sözü xatırlayırsınız. Demişdim ki, müqəddəs ruh bizim həyatımızda daimi bir şəkildə işləyib, bizdə Məsihin şəxsiyyətini əmələ gətirir. Bunu necə edir? Çox məsihlər bu barədə səhv fikirlərə düşürlər. Elə güman edirlər ki, müqəddəs ruhun onlarda sakin olduğu üçün onlar artıq günah proof olublar. Günah qabağında əminamanlıqdadırlar və artıq heç günah etməyəcəklər. Xeyr, mətləb belə deyil. İsa'ya inanmamışdan qabaq, müqəddəs ruh bizim içimizdə sakin deyilkən, bizim içimizdə ancaq bir şəxsiyyət fəal idi və bu şəxsiyyət günah vəziyyətində olduğu üçün bulanmış və əsir idi. Və əmələ gətirdiyi də ancaq günah vəziyyətinin əməlləri idi. Amma müqəddəs ruh bizdə sakin olduqda, ona icazə verdiyimiz qədər bizdə fəal olacaq. Amma heç vaxt bizi məcbur etməyəcək. Əgər ona icazə verməyək ki, bizdə istədiyi kimi əməl etsin, narahat olacaq və bizi tərk edəcək. Necə ki, Həvari Pulos da deyir və bizə ixtar verir ki, bizdə olan Tanrının ruhunu kədərli etməyək və icazə verək ki, bizim içimizdə işləsin. Müqəddəs ruh bizim içimizdə sakin olduqda çox şeylərə barmaq qoyur ki, gərək onları həyatımızdan eşiyə salalım. Qabaq belə bir şey olmurdu. Heç kəs bizə həyatımızda səhv olan bir şey göstərmirdi. Özümüz də çox şeylərin qələt olduğunu bilirdik, lakin onları həyatımızdan eşiyə salmağa qüdrətimiz yox idi. Bizim iradəmiz günah vəziyyətinin əsli idi. Amma indi günah əsarətindən azad olduğumuz üçün iradəmiz artıq əsir deyil. Buna görə də müqəddəs ruhun bizə təklif etdiyini rahatca yerinə yetirə bilərik. O bizə bunun üçün qüdrət verir. O zaman ki ruhdan doğuluruq və təzə ilahi doğuşa nail oluruq, müqəddəs ruh bizim içimizdə təzə bir təbiət ki ilahidir qoyur. İndi içimizdə iki təbiət var. Köhnə təbiət ki günah təbiətidir və təzə təbiət ki ilahi təbiətdir. İlahi təbiət bir tərəfdən bizə deyir ki, ilahi əməlləri yerinə yetirək. Günah təbiəti də o biri tərəfdən bizə israr edir ki, günah əməllərini yerinə yetirək. Və biz bunların arasından seçməliyik.
Müqəddəs kitab bizi təşviq edir ki, təzə və ilahi təbiətin dediklərinə qulaq asaq və onlara əməl edək. Ancaq o zamandır ki, günah təbiətinin günahlı əməllərini yerinə yetirmərik. Lakin buna biz qərar verməliyik. Müqəddəs ruhun bizdə sakin olduğundan sonra Məsihi bir adam günah etdikdə onu öz qərar, öz təsmiminə görə edir. Çünki artıq əsir deyil ki. Buna görə idi də ki, Məsih şagirdlərinə tövsiyə etdi ki, göydən, ilahi qüvvətdən doluncaya qədər Urşəlimdən ayrılmasınlar və dedi, lakin müqəddəs ruh üstünüzə gələndən sonra qüvvət alacaqsınız və Urşəlimdə, bütün Yəhudiyə və Samirədə, hətta dünyanın lap uzaq yerlərinə qədər mənim şahidim olacaqsınız. Müqəddəs ruhun qüdrəti olmadan Məsihi bir həyat yaşamaq, əzizlərim, əsla mümkün deyil. Ona görə də müqəddəs ruh insanın vücudunda sakin olanda onda müqavimət qüdrəti yaradır. Qabaqçı köhnə təbiətimizdə olan zaman əsir olduğumuz üçün belə bir qüdrətimiz yox idi. Ancaq itaət edirdik. Amma indi qüdrətimiz var. Təzə təbiəti geyinərək onun günahlı hava həvəslərinə indi yox deyə bilərik. Pavlos bu haqda Qalatiyalılara yazdığı məktubun 5-ci fəslində belə deyir. Məsih bizi azadlıq üçün azad etdi. Bunun üçün bərk dayanın və cinə qulluğun yuğuna düşməyin. Çünki qardaşlar, siz azadlığa dəvət olunubsunuz. Ancaq azadlığınızı cism üçün fürsət bilməyin, amma bir-birinizə məhəbbət ilə qulluq edin. Çünki bütün şəriət tək bir kəlmədə yerinə yetişilir. Bunda ki, qonşunu özün kimi sev. Amma əgər bir-birinizi sancıb udasınız, ehtiyaclı olun ki, məbada bir-birinizdən tələf olasınız. Lakin deyirəm, müqəddəs ruhun vasitəsilə rəftar edin. O zaman cismin hava həvəslərini yerinə yetirməzsiniz. Çünki cismin hava həvəsləri müqəddəs ruhun ziddinədir. Müqəddəs ruh da cismin ziddinə. Çünki bunlar bir-birlərinin ziddinədirlər. Elə ki, siz istədiyinizi edə bilməyəsiniz. Amma əgər müqəddəs ruhdan hidayət olursunuz, şəriət altında deyilsiniz. Cismin əməlləri bəllidir. Bunlar cinsi iffətsizlik, napaklıq, səfahət, bütpərəstlik, cadugərlik, ədavət, davalar, həsəd, qəzəb, mübahisə, nifaq, təfriqələr, paxıllıq, keflilik, eyş-işrətlər və buna bənzər şeylərdir. Sizə əvvəllərdə ixtar verdiyim kimi, indi də qabaqcadan ixtar verirəm ki, bunları edənlər Tanrının padişahlığını miras almayacaqlar. Lakin ruhun səmərəsi məhəbbət, şadlıq, barış, səbr, mehribanlıq, yaxşılıq, vəfadarlıq, həlimlik və özünə hakim olmaqdır. Bu kimi şeylərin ziddinə heç şəriət yoxdur və onlar ki, Məsih İsa'ya aiddirlar, cismi şəhvətləri və hava həvəsləri ilə çarmıxa çəkiblər. Əgər müqəddəs ruhla yaşayırıq, qoy müqəddəs ruhla da rəftar edək.
Çox təəssüf ki, bəzi zamanlar bəzi məsihilər elə göstərirlər ki, elə bil Məsihi olduqda insan daha əsla günah etmir və bir nəhvlə ruhani süpermenlər özlərindən təsvir edirlər ki, əsla doğru deyil. Tanrıdan doğulduqda bu günahlı cismdə olarkən içimizdə iki təbiət özünü qaldırır və içimizi müharibə meydanına döndərir. Və bu arada bizi daim seçim qabağına qoyur. Hansının dediyindən itaət edim? Günahlı təbiətin ya da indiki təzə ilahi təbiətin? Və buna insan özü qərar verməlidir. Əgər məsihilər görürsünüz ki, günahlı təbiətin səmərəsi onlarda görünür, səbəb budur ki, hələ də köhnə təbiətin dediklərinə qulaq asıb ondan itaət edirlər. Azad olduqlarına inanmayıblar. Əgər bir Məsihi həyatında daim köhnə təbiətin dediyindən itaət etmişsə, müqəddəs ruh elə o ilk günlərdə onu buraxıb gedib və bu adam özünü Məsihi güman etdikdə həqiqətən özünü aldadıb. Məsihdən özünə ancaq bir etiket vurub və nə deyim ki, belə adamlar bizim kilisalarımızda həddən artıq çoxdurlar. Bu haqda söhbət çoxdur. Lakin İsa Məsih müqəddəs ruhu göndərmədi ki, ancaq ondan danışaq. Göndərdi ki, ondan dolaq və ondan dolu yaşayaq. Onun bizdə yaşamağıdır ki, Tanrını bizə həqiqi və doğru edir. Və bu doğru bir təcrübədir, təlqin deyil. Aya istəyirsiniz müqəddəs ruhdan siz də dolub nə dediyimi təcrübə edəsiz? Necədir buracaq dediyim bütün mətləblər haqqında bir düşünün. Və əgər istəyirsiniz, gələn söhbətimizdə bu barədə danışıb onu doğru bir şəkildə təcrübə edək.